İmamın məzlumiyyəti, məhbusluq həyatından daha çox bax indi danışacağım şeylər. İmamı zəhərlənəndən sonra imam bəzi adamlarla ki, görüşlər istədi. İstədi ki, onlarla müəyyən cəhətdən görüşsün. Bundan əvvəl də imama Harun Ər-Rəşid söz göndərmişdi ki, imamın şəxsiyyətini aradan aparmaq üçün məndən üzr istəsin və mənə qarşı təbliğatdan əl çəksin, mənə düşmənçilikdən əl çəksin. Əgər belə eləsə mən onu azad eləyərəm. Amma imam bunların hamısına rədd cavabı vermişdi. Başqa Yəhya var. O Yəhya özü Həzrətlə görüşə getmişdi. Həzrət ona müəyyən sözləri demişdi. Demişdi ki, Yəhya sən əgər istəyirsənsə ki, məni ona itayət eləməyə, məni onunla tabe olmağa, bununla da qürurumu sındırmağa çalışırsan, bil ki, sən bu işdə müvəffəq olmayacaqsan. Dediyim kimi, Həzrəti zəhərləyəndən sonra Həzrət bir neçə dənə şiələrin nümayəndələri ilə görüşür. Həzrət onlara deyir ki, mən artıq zəhər yemişəm və bir neçə günə özünü göstərəcək. Ona görə də müəyyən göstərişlər verir, müəyyən şeylər eləyir və o şiələr də müxtəlif gizli yollarla imamla görüşə bilməyə müvəffəq olurlar və imam onlara bunları xəbər verir. Sonra da elə hədislərdə onlardan nəql olunur. Deyirlər ki, həmin bir İbn Səqqah Sindi ki, mənfur insanı idi. İmamı ki, özü əllərinə hazırlamış zəhərlə zəhərləməyə müvəffəq oldu. Amma bilirdi ki, şiələr çoxdur və bu iş şiələrin qəzəbinə tuş gələcək. Və Haruna da söz vermişdi ki, elə eləyəcəm ki, sənə problem yaranmasın. Elə eləyəcəm ki, sən ki, onsuz da bunu məhbus eləmsən və bu məhbusluq həyatında onun ölümü sənin ayağına yazılmayacaq. Narahat olma, bu iş məndədir. Bax, belə bir məlun insan idi. İmamın məzlumiyyəti, məhbusluq həyatından daha çox bax, indi danışacağım şeylərdir. İmamın bu hadisələri, o şəhadət dönəmindəki hadisələr, o hadisələr imamın məhbusluq həyatından da bəlkə acı hadisələrdir. İmam zəhər yeyir və o zəhər bilirsiniz ki, insanın bütün daxili orqanlarını parçalayır. Özü də məhbusluq həyatında. Yanında da heç kimi yoxdur Həzrət. Heç bir yaxını, heç kimi yoxdur. Tək tənha o zəhərin əsərindən dünyasını dəyişir. Dünyasını dəyişəndən sonra bu hadisələr hamısı dediyim kimi bir tərəfə onun zəhərlə dünyasını dəyişməsi, onun məhbusluq həyatı o qədər arıqlamışdı ki, onu bəzi tarixə əsasən elə qollarında zincir, bəziləri belə deyirlər hətta. Bəziləri də deyirlər ki, elə başqa cürə, zincir olmadan nə edirdilər? Onu apardılar, bir körpüyə qoydular. Körpüyə. Əvvəla bu Sindi müəyyən adamları çağırdı, xəbər elədi bəzi adamlara ki, imamın tanıyan adamlardan var, mənə 50 nəfər göndər. Onlar gəldilər, o imamı ki, dünyasını dəyişib, imamın üstündən parçanı açdı, imamı göstərdi onlara. Dedi ki, baxın, çox yaxşı-yaxşı baxın, şəhadət verəcəksiniz. Görün, biz ona hansısa bir zorakılıq eləmişik. Onda boğulma və yaxud da xəsarət əlamətləri var. Siz şəhadət verəcəksiniz. Onlar baxdılar, baxmayaraq ki, imamın imamətini qəbul edirdilər, amma onlar bu böyük məmur idi. Onların yanında dedilər ki, yox, biz heç nə görmürük. Ondan sonra imamın bu xas adamları idi. Xas deyəndə yəni imamı tanıyan adamları idi. Bunların şəhadətləri təsirli ola bilər. Bundan sonra yenə də ürəyə soymadı. İmamı həmin o mənfur bir işi, çox iyrənc bir işi, çox ürək yandıran bu işi elədilər. Apardılar, qoydular körpüyə, yəni körpünün üstünə. Bu gün də o körpü durur və elə o cürə də məşhurdur. O körpünün üstünə qoydular, imamın nəşi, cəsədi 3 gün o körpüdə qaldı və imamın üstündən o parçanı götürürdülər və bütün xalq gəlib bu səhnəni görürdü, baxırdılar və bu da nə üçün idi? Xəlifənin imama zorakılıq etməməsinin sübutu idi. Ki, xəlifə heç bir zorakılıq etmir. Bu şiələri həddindən artıq narahat eləyirdi, yandırırdı və şiələr qiyam etmək istəyirdilər və şiələr buna adekvat addım atmaq istəyirdilər. Harun və bu Sindinin işlərindən də biri bu idi ki, elə biz baxaq görək burada kimlər hansı addım atacaq, onları da məhv eləyəcəyik imamla bərabər. Şiələr məsləhətləşdilər, dedilər ki, biz burada addım atmamalıyıq. Çünki nə qədər Musa Kazımın tərəfdarı varsa, burada addım atsa, onlar xilafətdir də, Abbasi xilafət. Onlar bizim hamımızı məhv eləyəcəklər. Özdəki həbsdə deyil idi ya, yəni öldürürdülər özdə pis şəkildə. Bərməkilər sülaləsini məhv elədi Harun Ər-Rəşid, İmam Musa Kazımə onun münasibətinə görə. Ona görə şiələri ən yandıran hadisələrdən də biri oldu ki, heç nə eləyə bilmədilər. Gördülər ki, imamları 3 günlərlə qaldı o körpünün üstündə, özdə nəşi açıq formada ki, güya cəmaat gəlsin, baxsın. Heç nə eləyə bilmədilər şiələr.
Ondan sonra Harunun əmisi Süleyman bir addım atdı ki, Harunun bu problemini həll eləsin. Adam göndərdi ki, güya Süleymanın öz dəstəsidir də. Getdilər, oradakılarla cəsədi də mühafizə eləyənlər var idi orada. Harunun qoşunu idi də mühafizə eləyirdi. Getdilər ora ki, döyüş olsa da, hətta döyüş də olsun, imamın cəsədini götürsünlər, aparsınlar, bastırma. Amma heç orada döyüş də olmadı, rahatlıqla cəsəd təhvil verildi. Süleyman mənfur insan, onun vasitəçiliyi ilə imamın nəşi 3 gündən sonra götürüldü və aparıldı, qüsul edildi, kəfən edildi, sonra isə dəfn olundu. Allah zalım qövmə lənət eləsin.